Salam, hər vaxtınız xeyir olsun əziz şagirdlərimiz. OTK-nın 2024-cü ildə 8 və 9-cu siniflər üçün təşkil etdiyi 3-cü sınaq imtahan riyaziyyat suallarının izahlarına baxırıq. Birinci sualımız sohədini vurğulara ayırın deyir. Burada qruplaşdırmanı yerinə etsək, birinci ilə ikinci ifadəni, üçüncü ilə dördüncü ifadəni qruplaşdırırıq. Qruplaşdıran zaman daxildəki mənfi işarəsi müsbətə çevriləcək. Sonra ortaq vurğuları qarşıya çıxardırıq. Birinci mötərizə daxilində C-ni qarşıya çıxarsaq, A plus B ifadəsi qalır. Minus İkinci ifadədə B-ni qarşıya çıxarsaq, daha doğrusu D-ni qarşıya çıxarsaq, içəridə qalan ifadə A plus B ifadəsi olacaq. Sonra A plus B-ləri qarşıya çıxartdıqda isə yerdə qalan ifadəmiz C minus D ifadəsidir. Düzgün cavabımız A plus B vurulsun C minus D. A variantımız. 32-ci sualda deyir, ədəd hansı iki arıcıl tam ədəd arasında yerləşir? Kök altda 6. 6 özü kök altı ifadələrdə rasional qiymət çıxa biləcək ifadə 4 ilə 9 arasında yerləşir. Kök altında 6 ədədi isə 2 ilə 3 arasında yerləşəcək və bizdə mənfi qiymət olduğuna görə mənfi 3 ilə mənfi 2 aralığında qiymətlər alır. Doğru variant B variantı olur. 33-cü sualda yuxarıdakı ifadəni A-nı kök altda A-nın kvadratı kimi yazırıq. Çıxılsın 1-i 1-in kvadratı kimi yazırıq. Aşağıda kök altda B-ni orta vuruq çıxardırıq qarşıya. Yerdə qalan ifadə kök altında A minus 1 olur. Yuxarıda isə kök altda A minus 1, kök altda A plus 1 olacaq. Aşağıdakı ifadəni olduğu kimi yazırıq. Kök altda B vurulsun kök altda A minus 1. Kök altda A minus 1-lər ixtisar olacaq. Kök altda A plus 1 bölünsün kök altda B cavabı qalır. Doğru variantımız D variantı. Çoxaydın vurğulara ayırın deyir. X üstü 2n ifadəsini orta vurğulara qarşıya çıxarsaq, x kvadrat çıxılsın 1 olur. X üstü 2n vurulsun, x kvadrat çıxılsın 1, x minus 1, x plus 1 şəklində sadə vurğuların ayrılışını yazırıq. Doğru cavabımız A variantı. 35-ci sualda ifadəsinin qiymətini tapın deyir. 0,3 bölünsün 0,1. 0,1 9-da 1 ifadə edir. 0,3-ü 9-da 1-ə bölmək, 9-a vurmaq deməkdir. Üzərinə əlavə edirik. 1,5-i 0,5-ə böləndə, deməli, 1,5-ın sağına 0 əlavə edirik. Vergülləri atırıq. 150 bölünsün 5 alınır. Çıxırıq. Əlavə olaraq 0,12 aşağıda 0, vergüldən sonra 3 rəqəm var. Yuxarı bir dənə 0 əlavə edirik. Olur. Vergülləri atdıqdan sonra 120 bölünsün 6. Bu ifadəni hesablasaq, deməli, 2,7 plus 150-ni 50-yə böldükdə edəcək 30, 120-ni 6-ya böldükdə 20 çıxılsın, 20 yazırıq, 30-dan 20 çıxsaq 10, üzərinə 2,7 gəlsək 12,7. Kök altı ifadələrin qiymətini hesablayın deyir. Kök altı ifadələri bir-birinə vurduqda kökün altında kvadratları fərqi olur. Yəni 10 minus 1 ifadəsi olur. Bu da kök altı 9 və cavabımız 3 olur. E variantı. Düz xətt üzərində ABCD nöqtələri ardıcıl qeyd olunub. Daha doğrusu düz xətt dediyinə görə belə qeyd edək. A nöqtəsi, sonra B nöqtəsi, C və D nöqtələri. Bizə verilən nöqtələrdən deyir ki, B nöqtəsi AC-nin orta nöqtəsidir. Deməli, bu məsafələr bir-birinə bərabərdir. Ardınca AB-nin BD-yə nisbəti 1, 3. AB-ni x götürsək, BD məsafəsi olacaq 3x. Sözsüz ki, AB x olduğu halda BC də x-a bərabərdir və yerdə qalır CD-nin qiyməti 2x. Bizə deyir ki, BC parsasının uzunluğu 6-dır. Yəni x-in qiyməti 6-dır. İstədiyi AD parsası. AD parsası da gördüyümüz kimi 4x-a bərabərdir. 4-ü 6-ya vurduqda doğru cavabımız 24 alınır. Hündürlüyü 182 metr olan alov qüllələri və 28 metr olan qız qalasının eyni mütənasiblik ilə maketi hazırlanmışdır. Alov qüllələrinin maketinin hündürlüyü deməli 182 45,5 cm kimi göstərilib. 28 metr isə neçə metr olaraq göstəriləcək, onu tapmaq lazımdır. Deməli, düz mütənasib şərti ilə hesablasaq, x-in qiymətini tapmaq üçün 28-i 45,5-ə vuraraq 182-yə bölmək lazımdır.
Hesablayaq. 28 deməli. Vururuq. 28-i 45 onda 5-ə vurub alınan cavabı 182-yə bölmək lazımdır. %28-i 45 onda 5-ə vurduqda 1274 edir. Alınan cavabı 182-yə böldükdə cavabımız 7 edir. Doğru variant D variantı. Bizə verilən ifadədə, deməli növbəti sualımızda verdiyi ifadə sadələşdirmə, yəni qiymətin tapılmasıdır. 36 üzəri 5. 36-nın özü 2 üstü 2 vurulsun. 3 üstü 2-dir. Bunun üzərində 5 yazırıq, vurulsun. 27 üstü 7. 27 özü 3 üstü 3-dür. Üstündə bir əlavə 7 yazırıq. Məxrəcimizə baxaq. Deməli 8 üstü 3, 8 2-nin kubudur. Bir dəfə də üzərində 3 yazırıq. Vurulsun. 9 üstü 15. 9 3-ün kvadratıdır. Bir dəfə də 15 əlavə edirik. Və bu ifadəni sadələşdirək. Bu ifadəni sadələşdirərkən diqqət edirik. 2 üstü 2 üstü 5 olacaq 2 üstü 10. Vurulsun. 3 üstü 2 üstü 5 olacaq 3 üstü 10. Ardınca 3 üstü 3'ü 7'ye vuruq 21. Aşağıda 2 üstü 9 və 3 üstü 30. Diqqət edə bilirsək, 2 üstü 10, 2 üstü 9 bunları ixtisar apardıqda təkcə 2 qalır. Vurulsun. 3 üstü 10, 3 üstü 21 toplasa 3 üstü 31 edir. 3 üstü 30 ilə ixtisar aparsaq 3 qalır. 2-ni 3'ə vurduqda doğru cavabımız 6 edəcək. E variantı. Verilən elementləri Euler-Venn diaqramında olan AB çoxluqları üçün NAB fərqi ilə NBA fərqinin cəmini tapın. AB fərqinin elementləri 2-dir. BA fərqinin elementləri 3-dür. Bunların cəmi isə bizə 5-i verir. D variantı. AB qarşılıqlı sadə ədədlər olarsa bu ədədlər üçün hansı təkliflər doğrudur? Qarşılıqlı sadə ədədlər olduğu halda bunların əkobu AB-yə bərabərdir. Doğrudur. Sonra əkob AB 1-ə bərabərdir. Yanlışdır. Bu ədədlərin ortaq olmayan sadə vurğuların hasili vahidə bərabərdir. Bu da yanlışdır. Çünki C-nin qiyməti əkob bölünsün əboba bərabər olur. Əbobları 1, əkobları AB olduğuna görə cavab da ilə AB-yə bərabərdir. Daha vahidə deyil. Ona görə doğru cavabımız yalnız 1 olur. E variantı. İki paralel düz xəttin üçüncü düz xətti ilə kəsişməsindən alınan daxili bir tərəfli bucaqların tənbələnləri arasındakı bucağı tapın. İki paralel düz xəttin üçüncü düz xətti kəsişməsindən alınan daxili bir tərəfli bucaqların biz bilirik ki, cəmi 180 dərəcədir. Bunların tənbələnlərinin kəsişməsindən alınan iti bucağın dərəcə ölçüsünü soruşur bizdən. Tənbələn arasında bucağı tapın. Tamam. Sadəcə tənbələn arasında bucağı tapmaq lazımdır. Deməli, bu hissələr tənbələn olduğuna görə 180-in yarısı 90-ı verir. Digər bucaqda 90 dərəcə olacaq. Doğru cavabımız E variantı olur. Mərkəzi O nöqtəsində olan çevrədə alfa plus beta cəmi 150-yə bərabərdir. Alfanın qiyməti betanın 2 misildir. Xassələrə əsasən bilirik. Toplasaq 3 beta olacaq 150 dərəcə. 150-ni 3-ə bölsək 50. Bizdən alfanı istədiyinə görə yenidən 50-ni vururuq. 2-yə doğru cavabımız, yəni alfanın qiyməti olacaq 100 dərəcə. Katetləri 3-4 nisbətində olan düz bucaqlı 3 bucaqdır. Katetləri 3-4 isə 4x, 3x. Deməli, hipotenuz 5x-dir. Perimetr 36 veribsə toplayırıq. 9, 12x, 36. X-in qiyməti deməli 3-ə bərabərdir. Bizdən istədiyi hipotenuzu tapın. 5-i 3-ə vurmalıyıq. Cavabımız 15 edir. Sıfırdan fərqli ABC həqiqət ədədləri üçün verilən ifadələrin qiymətləri olarsa ABC-nin işarəsini tapın. Diqqət edək birinci modula. Birinci modulun cavabı müsbət olmalıdır. Mənfi 2C müsbətsə C-nin qiyməti demək ki mənfidir. İlk buna baxarıq. Sonra 5B ifadəsi modul olduğuna görə müsbət olmalıdır. 5 müsbət olduğuna görə B də müsbətdir. Ardınca yenidən sonuncu modulda cavab müsbət olmalıdır. Mənfi 9A müsbət olanda A-nın qiyməti mənfi olmalıdır ki, mənfi 9-a vurub müsbət qiymət alaq. Deməli, A-sı mənfi olur, müsbətləri silək. Deməli, B-si müsbət olur. Burada B-lər mənfidir. Digərində B mənfidir. Doğru cavab belə A variantı olacaq. 46-cı sualda CE NF-ə paralel, MB DN-ə paralel, CDM MDN 70 dərəcədir. Deməli, qeyd edək verilənləri.
CDM. Dikkat edək. Bu bucaq 70 dərəcədir. Bir də MDN. MDN. Bu bucaq da 70 dərəcədir. Bunların hər biri 70 isə demək ki, yerdə qalan sağdakı NDE bucağı 70-70. 140, 180-ə 140 çıxırıq, 40 dərəcə edir. Buranın qiyməti 40 dərəcədir. Növbəti bizdən istədiyi BMD və FND bucaqlarının dərəcə ölçüləri cəmi. BMD buradakı bucaq X götürək. Ardınca FND. FND bu bucağın dərəcə ölçülərinin cəmini bizdən tələb edir. Gəlin diqqət edək bir şeyə ki, X ilə burada 70 dərəcəli bucaq bir-birinə daxili bir tərəfli bucaqlardır və bunların cəmi bizə verəcək 180 dərəcə. Demək ki, X-in qiyməti 180 çıxılsın 70 dərəcə 110-a bərabərdir. MB-ni DN-ə paralelliyi vermişdir. Ona görə daxili bir tərəfli bucaq kimi götürə bilərik. Y-in qiyməti isə 40 dərəcəli bucaq ilə daxili bir tərəfli bucaqdır. 180-dən 40 çıxır, qalır 140 dərəcə. Bizdən istədiyi bu iki bucağın cəmini tapmaqdır. Bu iki bucağın cəmini taparkən cavabımız edəcək 250 dərəcə. İlkin cavab 250 dərəcə. Keçək növbəti sualımıza. A çoxluğu 20-dən kiçik tək ədədlər. A çoxluğu 20-dən kiçik tək ədədlər qeyd edək. 1-dən başlayırıq. 3, 5, 7, 9, 11, 13, 15, 17 və 19. Ardınca B 20-dən kiçik sadə ədədlər. 20-dən kiçik sadə ədədləri yazsaq 2 ilə başlayırıq. 3, 5, 7, 11, 13, 17 və 19. Bizdən istədiyi A ilə B-nin fərqini tapın. A ilə B-nin fərqini taparkən A-da olub B-də olmayanları götürməliyik ki, bunların sayı lazımdır bizə. Deməli, A-da olub B-də olmayan. Baxırıq, 3 burada var, 5 var, 7 var, sonra 11 var, 13 var, 17 var və 19 var. Deməli, olmayanlar 1, 9, 15. 3 ədəddir ki, A-da var, amma B-də yoxdur. Bunların sayı lazımdır bizə. Doğru cavabımız 3 eləyəcək. Düzbucaqlı üçbucaqda tangents alfanı tapındı. Tangents alfa qarşı katetin biçik katete olan nisbətdir. Pifagor teoreminə görə buranı x götürsək, x-in qiyməti kvadratları fərqinə bərabərdir kök altında. 13-ün kvadratı 169, çıxırıq 5-in kvadratı 25. Bizə verəcək kök altında 144, yəni 12. Deməli, biz 12-ni 5-ə bölməliyik. Bu da edəcək 2,4. Doğru cavabımız 2,4. Keçək növbəti sualımıza. Cədvələ əsasən n plus n cəmini tapın. Bir həddini verib 3a kvadrat b üstü n dərəcəsi 7-dir. n plus 2-nin qiyməti 7 olmalıdır. Buradan n-in qiymətini 5 tapırıq. n plus n-in qiyməti artıq məlumdur. İkinci ifadədə m-in qiyməti bərabər olacaq. 5 plus 1, yəni 6 bərabər 11. Bizdən istədiyi bunların ikisinin cəmini tapmaqdır. Cavabımız 16 edəcək. Sinifdəki şagirdlərin 5-dəki hissəsi qız, oğlanların 5-də 3 hissəsi əlaçıdır. Əlaçı olmayan oğlanların sayı 6 olarsa. Deməli, oğlanların 5-də 3 hissəsi əlaçıdırsa, 5-də 2 hissəsi oğlanların 5-də 2 hissəsi bizə 6-nı verir. Buradan oğlanların sayını tapsaq, 6-nı 5-ə vurub 2-yə bölməliyik. Bu da eləyəcək 15 nəfər. 15 nəfər oğlan var. Neçə qız olduğunu deyir. Deməli, 5-də 2 hissəsi qız ise 5-də 3 hissəsi oğlandır. İndi 5-də 3 hissəsi oğlan olan sinifin şagirdlərinə baxaq. 5-də 3 hissəsi ümumini götürük. 5-də 3 hissəsi 15-ə bərabərdir. Deməli, biz ümuminin qiymətini axtarsaq nə etməliyik? 15-i 5-ə vurub 3-ə bölməliyik. Cavab 25 edir. 25 ümumi şagirdlərin sayıdır. Bizdən istədik qızların sayıdır. Qızların sayı isə 25-in 5-də 2 hissəsidir. 25-in 5-də 2 hissəsini tapanda 25-i vururuq 5-də 2-yə. 25-i 5-ə bölürük 5 qalır. 5-i 2-yə vururuq. Cavab 10 edir. Və yaxud da 25-dən oğlanların sayı 15-i çıxa bilərdi. Cavabınız 10 alınacaqdır. Keçək növbəti sualımıza. ABC nisbətləri 2, 3, 4 olarsa C, AB cəminin neçə faiz olduğunu tapmaq lazımdır. C
C bölünsün A plus B vurulsun 100 yazırıq. Bərabər C-nin qiymətini 4x götürsək, A-nın qiymətini 2x, B-nin qiymətini 3x vururuq 100%-ə. Bərabər olacaq. 4x bölünsün 5x vurulsun 100. X-ları ixtisar aparırıq. 100-ü 5-ə bölsə 20, 4-ə vuranda 80% edir. Keçək növbəti sualımıza. Fermerin topladığı məhsulun illik kütləsi haqqında məlumat diaqramında verilib. Həmin ildə 6,6 ton çəltik əldə olunarsa, neçə ton arpa yığılmış olar? Deməli, 6,6 ton çəltik. Çəltiyi göstərir. 160 dərəcə buradadır. Bura 90 dərəcədir. 360-dan çıxırıq. 360-dan çıxırıq. 160 ilə 90-ın cəmini, yəni 250 dərəcəni. Bizə cavab verir 110 dərəcə. Deməli, 110 dərəcəmiz 6,6 tondur. Bizdən istədiyi nədir? Arpanın miqdarı. Arpa isə 90 dərəcə ilə göstərilib. 90 dərəcəni tapsaq, buradan tənasüb şəklində həll edirik. Tənasüb şəklində həll edərkən edəcəyimiz nədir? X-in qiymətini taparkən 90-a vururuq 6,6-ya bölürük 110 dərəcəyə. Buradan sadələşdirməni edək. Deməli, sıfırları ixtisar apardıq. Sonra isə 9-u vururuq 6,6-ya bölürük 11-ə. 9-u vururuq 6,6 bölürük 11-ə. Cavabımız 5,4. 5,4 ton. Doğru cavabı qeyd edək. 5,4 ton. 53-cü sualda mərkəzi O nöqtəsində olan çevrə AB, AC toxunan BMC 240 dərəcə. Deməli, bura 240 dərəcədirsə, içəridə qalan bucaq 240 bölünsün. Daha doğrusu 360 çıxılsın 240-dır. Bu da bizə verəcək 120 dərəcəni. 120 dərəcə A bucağının dərəcə ölçüsünü tapa bilərik. Bucaq A-nın dərəcə ölçüsü bərabər olacaq. 240 çıxılsın 120, yəni 120 bölünsün 2-yə 60 dərəcə. 60 dərəcədirsə, biz A ilə O nöqtəsini birləşdirsək, çevrənin radiusunu istədiyinə görə B ilə də onu birləşdirək və BO AB-yə perpendikulyardır. Çünki biz bilirik ki, radius toxunana perpendikulyar olur. Və üçbucaq əmələ gəldikdə belə bir üçbucaq əmələ gəlir. A nöqtəsi çöldə, B nöqtəsi, daha doğrusu B nöqtəsi burada olur 90 dərəcədə. Bura olur O nöqtəsi. BAO bucağı, bu bucaq bizə verəcək 60-ın yarısı. Çünki AO BAC bucağının tənbölənədir. Sonra aşağıdakı bucaq 60 dərəcə olacaq. Bizdən istədiyi nədir? AB-nin uzunluğu 12 kök altında 3-dür. 12 kök altında 3. Bizə lazım olan radiusdur. Yəni BO məsafəsidir. Buranın radius götürsək, düz bucaqlı üst bucaqda 60 dərəcəli bucaq qarşısındakı katet 30 dərəcəli bucaq qarşısındakı katetin kök altı 3 mislinə bərabərdir. Burada kök altı 3-ləri ixtisar aparsaq, radiusun qiyməti 12-yə bərabər olacaq. Bizdən elə radiusu istəyirdi. 54-cü sual n natural ədədi üçün əkov verib, əbov verib, cəmi 109-dur. Diqqət edək, n natural olduğuna görə 2n n-ə tam bölünür. Bölünürsə, demək ki, əkovu ilə 2n-ə bərabərdir. Əlavə edirik. 2n plus 3, 2n plus 4, bunlar ardıcıl gələn ədədlərdir. Həmçinin 2n plus 3 özü n-in bütün qiymətlərində tək ədəddir. Demək ki, bunlar ardıcıl gələn ədədlər olduğuna görə və yaxud da ki, tək biri cüt olduğuna görə də götürə bilərsiniz ki, ardıcıl gəlirlər. Əbobları 1-ə bərabərdir. Cəmini 109 edirik və 2n bərabər olur 109-dan 1 çıxır 108. N-in qiyməti isə olur 108 bölünsün 2, 54. Bir də diqqət edək. Deməli, n natural ədəddir. Əkov 2n n-ə tam böldüyünə görə cavab 2n götürürük. Əbobda 2n plus 3, 2n plus 4 ardıcıl gələn ədədlər olduğuna görə əbobu 1-ə bərabərdir. N-in qiymətini tapdıq ki, 54-dür. N-in natural bölünlərinin sayını istəyir. Yəni, diqqət edək. 54-ün vurğularının yazdışına. 54, 6 vurulsun, deməli,
9 kimi də deyə bilərsiniz. 27 vurulsun 2 kimi də deyə bilərsiniz. Yəni 2 vurulsun 3-ün kubu. Natural bölənlərin sayını tapmaq üçün qüvvətlərin üzərinə 1 əlavə edib bir-birinə vurmaq lazımdır. 1 üzərinə 1 əlavə etdikdə 2, 3 üzərinə 1 əlavə etdikdə 4, hasilləri 8 edir. Deməli, doğru cavabımız 8 olacaq. ABC bərabər yanlış bucağında AB BC-yə bərabərdir. Bunları verib. BD 10-a bərabərdir. Bu 10-a bərabərdir. AD 9-a bərabərdir. CD 21-dir. 21. ABC-nin perimetrini tapmaq lazımdır. Gəl bir şeyə diqqət edək ki, bizə yan tərəflərin uzunluğu lazımdır. Yan tərəflərin uzunluğunu tapmaq üçün bərabər yanlış bucaqdır. B təpə nöqtəsindən aşağıya bir hündürlük çəksək, həmçinin median və tənbölən olur. Median xəstəsindən istifadə edək. Median xəstəsindən istifadə edərkən nə alırıq? Ümumi AC parçası 21 plus 9, 30-dur. Yarıya bölsəm, burası 15-dir. Digər məsafə də 15-dir. Buranı BH götürək. BH. Deməli, AH məsafəsi 15, AD 9 olduğuna görə HD məsafəsi bizə verəcək 15 çıxsın 9, yəni 6. Düzbucaqlı üçbucaqda, daha doğrusu BDH düzbucaqlı üçbucağında BD 10, DH 6 olduğuna görə BH məsafəsini axtarsaq BH məsafəsi bizə verəcək. Deməli, 10-un kvadratı çıxılsın, 6-nın kvadratı eləyir 64. Kök çıxarsaq cavab 8 edir. Pifaqora dedilər. Sonra artıq buranın qiyməti məlumdur. Gəlin baxaq BHC üçbucağına. BHC üçbucağında buradakı üçbucaqda katetlərə diqqət etsək 8, 15-dir. Bizə lazım olan nədir? BC-nin uzunluğunu tapmaq. BC hipotenuzdur. Kök altında 8-in kvadratı 64, üzərinə əlavə edirik. 15-in kvadratı 225-i toplayacaq 289, kök çıxacaq 17-yə. Buranın qiyməti 17, burada 17. Bizdən istədiyi perimetri tapmaqdır. Perimetrin qiyməti 17 plus 17, 34, üzərinə 30 gəlik, cavab 64. 55-ci sualımızın cavabı da 64 etdi. Hər birinizə uğurlar deyirik. Deməli, 23 noyabrda 9 və 8 və 9 sinifləri təşkil olunacaq OTK imtahanında şagirdlər üçün dəstək olaraq paylaşdığımız bu videoda hər kəsə uğurlar deyirik. Diqqətli olaraq izləsinlər. Hər hansısa bir sualları olarsa, şərh bölməsində qeyd edərək sualların cavablarını öyrənə bilərlər. Diqqətinizə görə çox sağ olun, təşəkkür edirəm.